Cəbrayıl, Qubadlı, Zəngilan və Laçın rayonlarında isə Prezidentin xüsusi nümayəndəliyinin dəstəyi ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi Cəbrayıl və Laçın rayonlarında növbəti əmək yarmarkaları keçirib. Laçında keçirilən yarmarkada 9 işə götürən 213 vakansiya təqdim edib. Onların sırasında həkim, elektrik, xəzinədar, aşpaz, sürücü, təsərrüfat işçisi, qeydiyyatçı, gözətçi və sair kimi vakansiyalar yer alıb. Cəbrayılda baş tutan yarmarkada isə 13 işə götürən 100-dən çox vakansiya təqdim edib. Tədbirə qatılan sakinlərə vakansiyalar, iş öhdəlikləri barədə məlumat verilib, vakansiyalara uyğun namizədlərin qeydiyyatı aparılıb. Yarmarkada sakinlərə icra olunan məşğulluq tədbirləri barədə də məlumat verilib. Deməli, 13 il mən Cəbrayıl rayonunda şəhərində işləmişəm. Şəhərdə işləmişəm. Burada biz qaçqın köçkün düşəndən sonra, məcbur köçkün olandan sonra Bakıda Milli Onkologiya Mərkəzində işləmişəm. Gəlmişəm əmək yarmarkasına. Burada elə bir ki, özümə uyğun tip üzrə bir dənə işlə məşğul olum. Bugün əmək yarmarkasına gəlmişəm. Bağban işi istəyirəm. Müraciət edirik, yağın ki, inşallah bizi bu işinə təmin edəyəlim. Mənim özüm üçün ən önəmli olan və mənim üçün məqsədə uyğun olan belə bir layihə ilə rastlaşdım burada. Laçın İstirahət Mərkəzi otelçiliklə bağlı. Burada koordinator, menecer pozisiyaları var. Həmin o pozisiyalarda, o vakansiyalarda mənim kimi Laçınlarım yerləşdirilsə, inanıram ki, Laçına gözəl töhfə vermiş olarlar. Hal-hazırda Laçın şəhərində də növbəti əmək yarmarkamız həyata keçirilir. Bu əmək yarmarkası 9 müəssisə, 6-sı dövlət, 3-ü özəl olmaqla 213 vakansiya təqdim olunmuşdur. Məlumat üçün onu da bildirim ki, minimum əmək haqqı 450, maksimum əmək haqqı 2000 manat olmaqla vakansiyalarımız vətəndaşlara təqdim edilmişdir.